20 yanvar bugün şəhidlərimizin anım günüdür. Media TV olaraq Ağcabədi rayon Taxta Körpü ərazisində Laçın rayon şəhidlərinin xatirəsində ucaldılmış abidənin qarşısındayıq. Burada şəhidlərimizin şəkilləri yerləşdirilibdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların ruhunu şad eləsin. Şəhidlərimizin qanı, canı hesabına bugün biz azad yaşayırıq. Bugün vətənimiz azaddır. Onların haqqın, onların əziyyətin heç vaxt unutmaq olmaz. Torpaq uğrunda ölən varsa vətəndir. Azərbaycanda 20 yanvar faciəsinin 36-cı il dönümüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-sində ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan təcavüzkar hərəkətlərindən və keçmiş Sovet Sosialist Respublikası rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzün günü kimi qeyd edilir. Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq. Onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Laçının fidan balalarının şəhidlərin əziz xatirəsinə hitap etdiyi şeiri dinləyək. Nə gəlib dünyanın payızına qışına, həmişə qərq olubdur gülçiçək yağışına, şəhidlər xiyabanı. Məhəmməd Əmin Amalı, Əhməd Cavad şeiridir. Vətəni sevənlərin əbədi ant yeridir, şəhidlər xiyabanı. Nə gəlib dünyanın payızına qışına, həmişə qərq olubdur gülçiçək yağışına, şəhidlər xiyabanı. Məhəmməd Əmin Amalı, Əhməd Cavad şeiridir. Vətəni sevənlərin əbədi ant yeridir, şəhidlər xiyabanı. Bugün min illərlə gələn yollarım, sabaha açılan hür qapısıdır. Haqqını istəyən mərd oğulların şərəflə keçdiyi nur qapısıdır. Ertəsi Bakının küçələrindən yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını?